Salam, hər vaxtınız xeyir olsun. Bugün sizin görüşünüzə Dünya Nağılları kitabının ikinci hissəsindən Qazax xalq nağılı ilə gəlmişik. Usta Əli. Keçmiş zamanlarda uzaq bir məmləkətdə bir xan yaşayırmış. Bu xan o qədər əzazil və qəddar imiş ki, adamlar bir-biri ilə söhbət edəndə belə onun adını dillərinə gətirməyə qorxarmışlar. Xan yola çıxanda bir bəni insan onun gözünə görünməyə cəsarət etmirmiş. Hamı dağda, daşda, hara gəldi gizlənərmiş ki, tək xanın gözünə görünməsin. Xan öz nökərlərini günahı oldu, olmadı, rəhm etmədən cəzalandırarmış. Bu qədər insanlar içində bu zalım xanın bir dostu belə yox imiş. Qonşu xanlıqların heç biri bu azğın, zülmkar xan ilə dost olmağa cürət etməzmiş. Xanın arvadı dərd çəkməkdən üzülüb dünyadan köçmüşdü. Ancaq xanın Husayn adında çox ağıllı, kamallı, yaraşıqlı, cavan bir oğlu var imiş. Zalım qoca xanın yer üzündə yeganə sevdiyi insan yalnız o imiş. Husayn dostları ilə çöllərdə at çapar, quş ovuna çıxar, ox atmaqda yarışarmış. Hər şeydən çox dağa çıxıb vəhşi heyvanlar ovlamağı xoşlayarmış. Nökərləri oğlanın vurduğu şikarları, iri qabanı, antilopu sürüyə-sürüyə gətirərmişlər. Qoca xan oğlu sarıdan çox narahat olarmış. O istəməzmiş ki, Husayn ucqar dağlara vəhşi ov dalınca getsin. Həmişə oğlu ilə görüşəndə ona deyirmiş: "Ay oğul, belə təhlükəli əyləncələr nəyinə gərəkdir axı?" Husayn isə atasının sözlərini təbəssümlə qarşılayarmış. Oğlan öz gücünə, bacarığına çox arxayın imiş. Günlərin bir günü Husayn yenə dağlara ova çıxmaq istəyir. Bu dəfə nökərlərdən heç birini özü ilə aparmaq istəmir. Tək tənha yola düşüb gedir. Ancaq oğlan yola düşərkən çox sevdiyi qoca Mehdərə deyir ki, vəhşi qaban ovuna çıxır. Qoca Mehdər qorxuya düşüb deyir: "Ehtiyatlı ol Husayn, birdən qaban üstünə atılıb səni parçalayar, özünü gözlə." Cavan oğlan qocanın bu sözlərinə gülüb deyir: "Narahat olma qoca, vəhşi qaban ovuna çıxdığım birinci dəfə deyil ki." Atını qamçılayıb çapa-çapa gedir. Gedir, amma daha geri qayıtmır. Axşam düşür. Göydə ulduzlar sayrışmağa başlayır. Çiçəklərin, yovşanların ətri ətrafa yayılır. Qoca xan ipək çadırından qanı-qara, qəzəbli halda çıxıb soruşur: "Hanı Husayn? Hanı oğlum?" Xidmətçilərin heç biri dinib danışmır. Gözlərinə yerə dikib susurlar. Onlar Husaynın hara getdiyini qoca xana deməyə qorxurlar. Xan cavan oğlunun tək tənha getdiyini bilsəydi, xidmətçilərin başını bədənindən ayırardı. Gecə çölü çəməni zülmət qaranlığa bürüyür. Xan nigaranlıqdan özünə yer tapa bilmir. Tumac çəkmə geymiş ayağını yerə vura-vura əlindəki ipək qırmancını yelləyir. "Ey nökərlər!" Nökərlərin hərəsi bir tərəfdən qaçıb gəlirlər. Boyunlarını büküb dururlar. Başlarını qaldırmağa belə cəsarət etmirlər. Gözləyirlər ki, xan onlardan nə tələb edəcək. Xan qəzəblə deyir: "Bu saat atlanın, ölkənin hər tərəfini, dağları, düzləri, çayların yan yörəsini gəzin, ələk-fələk eləyin.
Mənim oğlumu axtarıb tapın. Eşidin və agah olun. Kim Hüsaynin bədxəbərini gətirmiş olsa, boğazına qaynar quruşun tökdürəcəm. Haydı, tərpənin. Xanın qamçısı şimşək kimi şaqqıldayır. Nökərlərin hərəsi özünü bir tərəfə atır. Atlarına minib birbaş səhralara, dağlara doğru çapırlar. Xan oğlu Hüsayını axtarmağa gedirlər. Uzun axtarışdan sonra biçarə xan oğlunu tapırlar. Hüsayn sinəsi parçalanmış halda qollu budaqlı bir ağacın altında sərələnib qalmışdı. Görünür, vəhşi qaban ağacın dalından qəfil oğlanın üstünə atılaraq iti, qılınc dişlərini ürəyinə sancmışdı. Xanın adamları acı istirab, dəhşət və qorxu içində oğlanın cəsədi yanında quruyub qalmışdılar. İndi necə olsun? Bu dəhşətli xəbəri xana kim çatdıracaq? Xanın adamları həm oğlanın ölümünə, həm də qan donduran xəbəri gedib xana deyəndə onların nə gözlədiyini qabaqcadan bildikləri üçün göz yaşı töküb ağlayırlar. Çox düşünüb daşınandan sonra qoca Mehdər yoldaşlarına üz tutur. Dostlar, sizin hamınız Çay dağının sahilində yaşayan Çoban Əlini yaxşı tanıyırsınız. O kasıb da olsa, ağıllı və gözəl sənətkar olduğundan məmləkətin hər yerində tanınır. Usta Əli hər şeyi bilir. Özü də əlindən nə desən gəlir. Gildən dolça da düzəldir, at tutmaqdan ötürü kəmənd də hörür. İndi də özündən sehirli bir çoban tütəyi icad edib. Yaxşısı budur, gedək Usta Əlinin yanına. Ondan çarə diləyək. Görək nə deyir. Çoban Əli daxmasının qapısı ağzında əyləşib söyüd çubuqlarından səbət hörürdü. O xanın adamlarını görüb hal-əhval soruşur. Söylədikləri əhvalata ürəyi yana-yana axıracan qulaq asır. Xanın adamları bu kədərli hekayətlərini danışıb qurtarandan sonra çarəsizcəsinə deyirlər. Çoban Əli, biz sənin yanına gəlmişik ki, kömək eləyəsən. Bir başa sal görək, bizi gözləyən o dəhşətli ölümdən canımızı necə xilas eləyək? Usta Əli ağarmış başını aşağı əyərək bir xeyli fikrə gedir. Nəhayət dillənir. Yaxşı, səhərin açılmasına hələ xeyli var. Siz elə burada, ocağın yanındaca uzanıb dincinizi alın. Mən də çalışaram dərdinizə bir çarə qılım. Yorulub əldən düşmüş xanın adamları ocağın dövrəsində yumşaq, yamyaşıl çöl otlarının üstündə sərələnib o saatca yuxuya gedirlər. Ancaq qoca Əli yatmır. Bir dənə nazik taxta götürür. Bir də qurudulmuş at damarı. Başlayır nə isə düzəltməyə. Səhər xanın adamları iliyə işləyən, hüzün və kədər dolu musiqi səsinə yuxudan oyanırlar. Çoban Əli bardaş qurub oturmuş, əlində əvvəllər onların görmədikləri qəribə bir musiqi aləti tutmuşdu. Alətin üstündə nazik simlər tarım çəkilmiş, altında isə girdə bir dəlik görünürdü. Qabarlı əllərinin barmaqları ilə simlərə toxunduqca əlindəki alət sanki dil açıb adam kimi oxuyurdu. Musiqi susandan sonra qoca çoban dillənir. Vaxtı, indi durun, gedək xanın yanına. Xanın qorxuya düşmüş adamlarının əhatəsində qoca çoban birbaş xanın hüzuruna gəlir. Xan qəzəblə çobandan soruşur. Hüsayndən mənə xəbər gətirmisən? Çoban Əli qəzəbli xana
üz tutub deyir: "Bəli, əzəmətli xan." Bunu deyib, bütün gecə yatmayıb düzəltdiyi həmin aləti çalmağa başlayır. Simlər inildiyir, göz yaşı axıdır. Elə bil ki, meşənin fəryad qoparan səsi xanın ipək çadırını hüzün, kədər və matəmə qərq edir. Güclü əsən küləyin vıyıltısı sanki vəhşi heyvanın nərəsinə qarışır. Simlər fəryad qoparır, sanki əsil insan kimi yalvarıb imdad diləyir. Qulaq asanların hamısını dəhşət bürüyür. Baş vermiş bədbəxtliyi musiqinin iniltili dili aydın şəkildə söyləyir. Xan sıçrayıb yerindən qalxır. "Deməli Hüsaynin ölüm xəbərini gətirmisən. Sən bilirsənmi ki, mən söz vermişəm, kim mənə oğlumun qara xəbərini gətirmiş olsa, onun boğazına qaynar qurğuşun tökdürəcəm." Qoca çoban təmkinlə xana belə cavab verir: "Ey əzəmətli xan, mən sənə heç nə demədim. Bir kəlmə də olsun ağzımdan söz çıxmadı. Qəzəbin tutubsa, onda mənim düzəltdiyim, adını dambur qoyduğum bu alətə cəza ver." Xan hikkəsindən və dərdin gücündən ağlını itirərək qışqırır: "Oğlumun ölüm xəbərini gətirən bu damburun boğazına qaynar qurğuşun tökün." Beləliklə də qoca çoban Əli hazır cavablığı və gözəl sənətkarlığı ilə xanın onlarla nökərini ölümdən qurtarır. Çöldə yaşayanların bu yeni musiqi aləti dambur o vaxtdan yaranmışdır. Qazaxlar damburu çox sevirlər. Onlar öz sevimli, gözəl mahnılarını damburun musiqi sədaları altında oxuyurlar.